deyirlər, bir bağın yiyəsi var, sahibi var, bağban tutub ona tutaq ki, aya 1000 manat verir. O da onun bağına baxır. Gülünə, çiçəyinə, meyvəsinə. Bağın yiyəsi də hərdən bağa gəlir. Bağban da bilir ki, bu gün gələcək. Gedir qəşəng güllərdən dərir, gətirir bağban çatanda bağın qabağına deyir, buyur, sənə gətirmişəm. Bağban baxır, nə deyir? Nə demir, davası bu mənim idi, bağ da mənim, gül də mənim, çiçək də mənim. Nə deyir? Çox sağ ol, zəhmət çəkdin, Allah səndən razı olsun. Təşəkkür edir. İndi bağ, bu aləm bağ misalında, bağın sahibi də o. Nə ediriksə də onun bağından götürüb ona veririk, başqa bir şey eləmirik. O da bizə təşəkkür edir, yaxşı iş görəndə. Çox sağ ol, maşallah, əhsən. Biz də uşaq kimi çox aldanmışıq, elə bilirik, daha böyük iş görmüşük. Biz də deməli, sən sağ ol ki, sən qəbul edin, bu sənin idi, təşəkkür edirəm, mənə bura gətirmişsən, burada işləyirəm, minnətdaram, məni də qoymaya bilərdim, burada olmaya bilərdim. Bu qədər söz-söhbət var qabaqda. Bunlar hamısı yaddan çıxıb, başlayır özünə öyünmək ki, mən bunu elədim, baxar. Qardaş, onun bağındasan, onun gülündə əlimisən.